Burada eyni zamanda o da görünür ki, artıq molla rejimi özü də başa düşür ki, son günlərini yaşayır, artıq çökür və belə bir anda bizim Azərbaycanlılarımızın da illərdir bu molla rejimindən əziyyət çəkən Azərbaycanlıların da, Cənubi Azərbaycanın da üzərinə böyük məsuliyyət düşür. Artıq onlar açıq şəkildə öz etirazlarını bildirməlidirlər. Bu rejimin tamamilə kürəyinin yerə dəyməsi üçün Təbriz öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Azadlıq mücadiləsinə qalxmalıdır, rejimə zərbəsini endirməlidir. Açıq şəkildə bütün Azərbaycanda etiraza qalxmalıdır insanlar. Qoy elə bizim çağırışımız olsun soydaşlarımıza. Bitirsinlər bunu. Qoy olsun o ərazidə başqa bir müstəqil Azərbaycan Respublikası yaransın. Azad olsunlar. Elementar hüquqlarını bərpa eləsinlər. Necə illərdir ki, bu molla rejimi bizim Azərbaycanlıları bu hüquqlardan mərhum eləmişdi. Nə qazeti yox, nə televiziyası yox, nə məktəbi yox. Ən elementar hüquqlardan belə Azərbaycanlılar mərhum olunublar. Zorakılıqlara, işgəncələrə, repressiyalara məruz qalırlar. Və nəhayət artıq zaman yetişibdir. Hamı da yaxşı bilir ki, dünya gücləri də yaxşı bilir ki, bu rejimin çökməsi üçün əsas zərbəni məhz Azərbaycan vurmalıdır. Cənubi Azərbaycan vurmalıdır. Odur ki, məqamdır. Azərbaycan tam şəkildə, Güney Azərbaycan, Təbrizli, Ərdəbilli, Urmiyalı, Xoylu, bütün Azərbaycan ayağa qalxmalıdır. Ciddi şəkildə müqavimət göstərməli və rejimə, molla rejiminə öz sözünü deməlidir. Tarixin arxivinə gömülməlidir bu lənətə gəlmiş rejim.